Salam, hər vaxtınız xeyir. 16 kəndəsindən düz xətlərə aid 19-cu məsələyə baxırıq. Məsələdə deyilir ki, bərabər yanlı üçbucaq verilib, təpə nöqtəsi verilib B -3 -1, C nöqtəsi verilib 2, 1 və oturacağındakı bucağın kosinusu verilib 5-də 3. Bu verilənlərə əsasən üçbucağın tərəflərinin tənliyini yazmaq tələb olunur. Bu üçbucaq bərabər yanlısının da burada bir bucaq olacaq. Burada C və B nöqtələri bizə məlum olduğundan CB tərəfinin tənliyini yaza bilərik. İki nöqtədən keçən düz xəttin tənliyi vasitəsilə. Gəlin həmin tənliyi yazaq. CB tərəfinin tənliyi yazaq. X çıxılsın. X1. Burada X1 -3, Y1 -1, X2 2, Y2 1 qəbul edək. X çıxılsın X1 olacaq. Üstə gəl 3 bölünsün X2 çıx X1, 2 çıx -3 5 bərabərdir. Y çıx Y1 yəni -1 olacaq. Üstə gəl 1 bölünsün Y2 1 çıxılsın -1 2. Sarpaz vursaq 5 Y üstə gəl 5 bərabərdir. 2x üstə gəl 6. 5y bərabərdir 2x üstə gəl 1. Y bərabərdir 5-də 2x üstə gəl 5-də 1. CB tərəfinin tənliyini yazdıq. Və həmin düz xəttin tənliyi budur. Bucaq əmsalı isə 5-də 2 bərabərdir. Nə üçün bucaq əmsalını xüsusilə qeyd edirik? Çünki biz CB tərəfinin CB düz xəttinin bucaq əmsalını biliriksə və arasındakı bucaq bizə məlumdursa, kosinusu məlumdursa, biz onun tangensini də tapa bilərik. Tangensi məlumdursa, onda biz CA düz xəttinin bucaq əmsalını tapa bilərik. Biz demişdik ki, bucaq əmsalları məlum olan iki düz xətt arasındakı bucağın tangens alfa bərabərdir. K2 çıx K1 böl 1 plus K2 vur K1 düsturu ilə hesablanır. Bizə kosinus fi 5-də 3 verilir. Üçbucaq qaydası ilə biz buradan tangens fini tapa bilərik. Tutaq ki, bura fidir. Düz bucaqlı, üçbucaqlı. Kosinus bitişik katetin hipotenuza olan nisbətidir. Onda bura 3K desək, bura 5K olar. 3, 5 Pifaqor ədədlər olduğundan bura 4K olacaq. Buradan da tangens fi bərabərdir 3-də 4 olur. Qarşıdakı katetin bitişik katetə nisbəti. CB düz xəttinin bucaq əmsalını tapdıq 5-də 2. K bərabərdir 5-də 2. Tangens fini də hesabladıq. Onda biz C və A nöqtələrindən keçən düz xəttin, yəni CA tərəfinin bucaq əmsalına bir K1 desək, K1 hesablayaq. K1 çıxılsın 5-də 2 bölünsün 1 üstə gəl K1 vur 5-də 2 bərabərdir. Tangens fi ilə ki üstə 4-ə bərabərdir. Üç K1 sarpaz vursaq bu bərabərlikdən 3K1 çıx 5-də 6 bərabərdir. 4 üstə gəl 8K1 böl 5.
3K1 çıx 8K1 bölü 5 bərabərdir. 4 üstəgəl 5'də 6. 7K1 bölü 5 bərabərdir. 5 4'ün 20, 26 bölü 5. Buradan K1 bərabərdir. 26 bölü 7. SA tərəfinin tənliyi yazmaq üçün biz K1'i tapdıq. 7'də 26. Keçdiyi nöqtə var C nöqtəsi. Biz SA tərəfinin bucaq əmsalı tənliyini yaza bilərik. SA tərəfinin bucaq əmsalı tənliyini yaza bilərik. Düz xəttin bucaq əmsalı tənliyi bu cür idi. Y çıx Y0 bərabərdir. K vur X çıx X0. Burada X0 2, Y0 1 qəbul eləyək. Y çıxılsın 1 bərabərdir. K-nı tapdıq. 7'də 26. 7'də 26. Vurulsun. X çıxılsın. X0 da 2 olacaq. 2. Y bərabərdir. 7'də 26. X çıx 52 böl 7 üstəgəl 1. Y bərabərdir. 7'də 26 X. Onu yazsaq 7'də 7 kimi 52'dən 7 çıxsaq qalar 45. Bunlar 7'də 45. SA tərəfinin tənliyini də yazılır. Bu tənlik 7'də 26 X çıxsın 7'də 45 şəklindədir. Hər tərəfini 7'yə vurub düz xətti ümumi şəklə də salmaq olar. Belə də saxlamaq olar. SA tərəfinin tənliyini yazdıq. CB tərəfinin tənliyini yazdıq. Qaldı AB tərəfinin tənliyi. Biz SA tərəfinin bucaq əmsalını tapdıq. 7'də 26. Tangens fiini də tapmışıq. Tangens fiini tapdıq. 3'də 4. Bura fidir. Bu bucaqda fi olacaq. Çünki bərabər yanlıdır. Onda tangens fi dəyişməyəcək. Biz A və B tərəflərinin özündə AB nöqtələrindən keçən düz xəttin bucaq əmsalına K2 desək, K2'ni biz tangens fi'nin düsturu ilə tapa bilərik. Tangens fi bərabər olacaq. K2 çıx K1. K1'i tapdıq. 7'də 26. 7'də 26 bölünsün. 1 üstəgəl K2 vur 7'də 26. Tangens fiini də 3'də 4 tapdıq. 3'də 4 bərabərdir. K2 çıx 7'də 26 bölünsün. 1 plus 26 K2 bölü 7. Çarpaz vursaq buradan 3K2 çıx 3'ü 26'ya vuranda 78 bölü 7 bərabərdir 4 üstəgəl 4'ü 26'ya vuranda 80 24 104 K2 bölü 7. Biz 4K2 bölü 7 çıx 3K2 bərabərdir. Mənfi 78 bölü 7 çıxılsın 4. %4K2 çıx 21K2 böl 7 bərabərdir. 7'də 78'in üzərinə 4 gələk, qarşısına mənfi yazaq. 78 üstə gəl 28 böl 7. 104'dən 21 çıxdıqda qalır
100-dən 20 çıxdıqda 83 K2 bölü 7 bərabərdir. Bu da elədir 90, 16, 106 mənfi 106 böl 7. Buradan K2'ni tapsaq, K2 bərabərdir mənfi 106 böl 83. AB tərəfinin bucaq əmsalını tapdıq. 83-də 106 mənfi və keçdiyi B nöqtəsi var. B nöqtəsi bizə məlumdur. Odur ki, biz AB tərəfinin bucaq əmsalı tənliyi yaza bilərik. Bucaq əmsalı var və keçdiyi bir nöqtə var. Odur ki, biz bu düz xəttin tənliyi yaza bilərik. AB tərəfinin tənliyi olacaq belə. B nöqtəsinin koordinatları mənfi 3, mənfi 1 idi və bucaq əmsalını tapdıq. Mənfi 83-də 106. Y çıxılsın. Burada x0, mənfi 3, y0, mənfi 1 olsun. Y çıx, y0, yəni mənfi 1, üstəgəl 1 bərabərdir. K2 deyək buna. Mənfi 106 bölü 83 vurulsun. X çıxılsın. x1, x0, müsbət 3. Y bərabərdir. Mənfi 83-də 106 x çıxılsın. 218 bölü 83 çıxılsın 1. 1'i sağ tərəfə keçirdik. Y bərabərdir. Mənfi 83-də 106 x çıxılsın. 318 üstəgəl 83 böl 83. Y bərabərdir. Mənfi 83'də 106 x çıxılsın. 390 401 böl 83. AB tərəfinin tənliyini də yazdıq. Tənliyi bu şəkildədir. Hər tərəf 83-ə vurub düz xətti ümumi şəkildə də yazmaq olar. Belə də saxlamaq olar. Bizdən soruşulan məsələni əldə etdik.